Bu məqam bir ayrı məsələdir. Hikmət-i dünya və mafiha bilən arif deyil, arif olur bilməyə dünya və mafiha nədir? Allah rəhmət eləsin Füzulini. Elə hər adam arif deyir, məqam başa düşən deyir. O məqam başa düşənlər olardı ki, dünya və mafihaya fikir verməyiblər. Ömrü boyu mən Məcnun getdi, meşələrdə yatdı, çöllüklərdə yatdı. Kimin eşqində? Leylinin eşqində. Biz heç bir gecəni səhərə qədər qalmırıq İmam Zamanın eşqində. O əhya gecəndə səhərə qədər gözümüzün yaşını tökürük ya. Vallahi ya Məkkədən ötürüdür, ya Kərbəladan ötürüdür, ya da maşını dəyişmək istəyirik, ya evi dəyişmək istəyirik, ya cehiz verməliyik, ya gəlin götürməliyik. Tökür insan gözünün yaşını. Neyim? Allah mənə bu il Məkkə qismət olsun. Bəlkə heç Allah istəmirsən Məkkəyə gedəsən. Bəlkə heç Allah istəmir. Niyə görə? O şairin şeiri var, deyir, İlahi, əstu turami xahəm. Səndən səni istəyirəm, mən başqası istəmirəm. Sədi demirəm, ya hafizdir deyir, ha, məqsud tu Məkkə və bütxanə bəhanə. Allah, məqsəd sənsən. Məkkə də, bütxana da hamısı bəhanədir. Bunlar hamısı vasitədir. İmam Xümeyni deyir, ha, soyunub zöhdü Riyad caməsinin məscid-i mədrəsədən məndəxi bizar oldum. Məscid mədrəsə day məni bezdirdi. Gün axşama qədər hədislər, mollalar, ruhanilər, mübəlliğlər hamısı cəmaatı dəvət edir, məscidə gəlin, mədrəsəyə gəlin, dərsə gəlin də. Amma o boyda kişi deyir ki, məscid-i mədrəsədən məndəxi bizar oldum. Avam adam da başqa eşidən deyir, bu kişi nə danışır bu qoca vaxtında. Deyir, yəni mən vasitələrdən bizar oldum. Sənin özünə vasitəsiz yetişmək istəyirəm. Bu məsciddir, bu mədrəsədir, bu Kəbədir, bu bütxanadır, bu kilsədir. Bunlar hamısı vasitələrdir Allaha çatmaqdan ötürü. Bu kişi deyir ki, Allah, mən da istəyirəm səni vasitəsiz dərk eləyəm, vasitəsiz ləms eləyəm. Məsələ o məsələdir. Adam istəyəndə, ortalıqda başqa bir şey meyyar olmuyor. Allah, mən gedim Kəbəni ziyarət eləyim. Kəbə həmin daşdır, həmin bir məqamdır, savabı çoxdur. Amma məqsəd o olmasın gərək. Mən dəfələrlə, neçə dəfə demişəm onu, danışırdılar, deyirlər, bir dəstə gedirdi Cəbhiyə, bir mollanın, bir alimin, bir arifin yanına gəldilər, dua elə bizə bir neçə kəlmə sözdür. Deyir, qayıtdı bizə dedi ki, inşallah ümidim budur ki, sizin məqsədiniz şəhadət yox Allahdır. Məqsədiniz şəhadət yox Allahdır. Çünki biraz çox qəliz məsələdir, ha. Necə yəni şəhadət qeyr-əz Allahdır. Çünki deyir, ola bilər, adamın şəhid olmağını Allah istəmir, qalmağını istəyir. Bu da deyir, gərək mən şəhid olam. Allah istəmir də sən şəhid olmağı. Gərək mən şəhid olam. Ona görə biraz niyyətlər, məsələlər bir-birindən fərqləyir və insan da o məqamı başa düşsə ki, İmam Zamanın buna salam göndərməyi nə dərəcədir və rütbədir, dünyanın var dövlətinin hamısını verər. Cənab-ı Cəbrail insan surətində Subbuhun Quddusun demirdi. Gəlib İbrahimə demirdi ki, Allah sənə salam göndərib. Gəlib İbrahimə demirdi ki, Həzrəti İbrahimə ki, Allahın sənə salamı var. Heç nə durmuşdu o anda deyirdi Subbuhun Quddusun. Elə bilməsən sən Həzrəti İbrahimin ən böyük çətin şəraitindən biri oydu ki, yer üzündə bir dənə tək Allahçı vardı. Allah deyən tək İbrahim idi. Keçən dəfə biz ona işarə elədik də. Hər peyğəmbərin özünün çox çətin bir şəraiti olub. Həzrəti İbrahimdə də təklik, tənhalıq idi. Bir dənə dindaş, bir dənə sirdaş, bir dənə yoldaş, bir dənə qardaş dərdüyü deməyə tapa bilməyəsən, çox çətindir, ha. Bu hamısı nemətdir. Biz bir günləri axşam çağı, məsələn, axşam vaxtında gecənin daha az qalır, yarısı ola. Bu qədər dindar, həm ayin, həm din, həm məzhəb yığışmışıq. Bu elə bilirsiniz, bundan soruşmayacaqlar. Allah qiyamətin günündə bu nemətdən soruşmayacaq, elə soruşacaq dəqiqliyi ilə yemək içməkdən də artıq. Siz bir dənə özünü təsəvvür edin Həzrəti İbrahimin yerində. Bu boyda vilayətdə Allah deyən kimi ya səni döyürlər, ya səni söyürlər, ya götürüb məclisdən sonra atırlar, ya cəmiyyətə qoymurlar. Nəhayətdə gətirib səni atırlar o da yandırmağa. Özdə əleyhüvə də elə təbliğat eləyiblər. Arvad deyir, Allah qarnımdakı uşaq oğlan olsun, İbrahimin tonqalının üstünə 2 yük odun ataram. Bu cürədə əleyhüvə təbliğ eləyiblər. Allah oğlum əsgərlikdən salamat gəlsin, İbrahimin yükünün üstünə, odunun üstünə, o tonqalının üstünə 2 yük odun aparıram. Əleyhüvə də. İnsan təsəvvür elə bugün həmin vəziyyətdə olasan, nə çəkərsən? Adam tək Allahçılığını saxlaya bilər o vəziyyətdə. 1000 dənə bəhanə salıb kitabdan kitaba salacaq ki, vəziyyətdən çıxaq. Amma Həzrəti İbrahim o vəziyyətdə idi. Onunla belə bir nəfər oturmuşdu orada, Allah, Allah, Allah deyirdi. İbrahim dedi, öldüm, bir dəfə de ona. Dedi, var dövlətin yarısını ver. Dedi, yarısı sənin ancaq de. Bir dəfə də dedi, bir dəfə də dedi, qalanını da ver. Dedi, qalanını da verdim, ancaq tez bir dəfə də dedi. O məşuqumun adını bir dəfə də eşidim. Məşuqum, sevgilimin adını
qaldın, bir dəfə də eşidim. Bir dəfə də dedi. Dedi, ya İbrahim, mənə mal qoyun lazım deyir. Mən sən imtihan olunurdun bu cürə. Allah istəyirdi sənin sədaqəti tarixə göstərsin. Aşıqlığı tarixə göstərsin. Məcnun da aşıq olub, İbrahim də aşıq olub. İmam Hüseyin də aşıq olub. Həzrəti Əyyub da aşıq olub. Məsələlər bir-birindən çox fərqli məsələlərdir. O iki Məcnun yenə zalim oğlu getdi 1-2-3 ay o yanda bir yanda gəzdi dolandı Leylinin eşqində. Amma mən öz məşuqumun eşqində heç şey nədə. Otururam 6 saatla bir üstə ilə çay iç söhbət elə, axşam gəlir saat 3-də yat, 4-də namazıdır, o 1 saatı heyfim gəlir yatmamaqlığa, onda bir 2 rəkat namaz qılım, bir nə bilim razı niyaz eləyim, filan eləyim, bəsməkan eləyim. Valla çayxanada oturan olsaydı o 1 saatı da orada keçirdəcəkdir. İndi Allah tövfiq verib, hamı durdu, getdi, sən də gəldin evə, bu bir fürsətdir, çıxıb ki, bir 2 rəkatda gecənin bu aləmində namaz qılasan. Aşıq, məşuqu ilə razı niyaz eləyəsən.